Bakının Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib. Mübahisə zamanı ər kirayə yaşadıkları mənzildə arvadını döyərək öldürüb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Ucarda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə bugün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisindən keçən hissəsində olub. Belə ki, Mercedes markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə zamanı avtomobildə olan 5 nəfər 1977-ci il təvəllüdlü Allahverdiyev Səyyub Rəşidoğlu, 1967-ci il təvəllüdlü Məmmədova Aygün İdris qızı, 1964-cü il təvəllüdlü Məmmədov Vüqar Məmmədoğlu, 1988-ci il təvəllüdlü Hüseynova Fərəh xanım Vüqar qızı və 1983-cü il təvəllüdlü Hüseynov Tural Mahiroğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar və Göyçay rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər. Hadisə zamanı xəsarət alan Səyyub Allahverdiyev və Tural Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.